Bugün Xocalı rayonunun Xanabad kəndinə ilk köç həyata keçirilib. ARB 24-ün xüsusi müxbirinin məlumatına görə Xanabad kəndinə ilkin mərhələdə 154 nəfərdən ibarət 38 ailə qayıdıb. Bildirilib ki, kənddə mövcud yaşayış evləri əsaslı şəkildə təmir olunub, yaşayış məntəqəsi 24 saat fasiləsiz olaraq təbii qaz, elektrik enerjisi və içməli su ilə təmin edilib. Sakinlərin rahat yaşayış üçün hər tərəfli şərait yaradılıb. Yeni mənzillərin açarları Xocalı şəhərində keçirilən mərasimdə sakinlərə təqdim olunub. Xanabad kəndinə həyata keçirilən bu köç nəzərə alınmaqla ümumilikdə Xocalı rayonu üzrə artıq bir şəhər və 8 kəndə keçmiş məcburi köçkünlərin köçü təmin olunub. Qayıtdıq, gəldik. 92-dən indiyətən o binada, bu binada çox sevinçliyəm ki, doğma torpağımıza gəldik, çıxdıq. Gözəl yerlərdir, qəşəng yerlərdir, yaxşı səfalı yerlərdir, havası, suyu.